Değerli müminler, Allah Teala bizi bu dünyada da ve ahirette de xeyr əməllərindən, xeyr əməl edən qullarından eyləsin inşallah ya Rabbul Ələmin. Qardaşlar, Əhzab surəsində belə bir ayə var. Allah Teala buyurur: Euzubillahimineşşeytanirracim. Laqad kana lakum fi rasulillahi usvatan hasana. Allahın peyğəmbərində, Allahın rəsulunda bizim üçün gözəl bir örnəklər vardır. Əhzab surəsinin 21-ci ayəsidir. Bu surəyə baxaq, nə vaxt nazil olub, hansı ərəfədə nazil olub. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem hamımız bilirik ki, çox sevdiyi şəhərindən, Məkkədən Mədinə şəhərinə hicrət olundu və hicrətin ilk illərində də Rəsulullahın gördüyü işlər nə idi? Məscidlərin, yəni inşa işlərinin aparılması, Quba məscidi, dalından Məscid-i Nəbəvinin tikilməsi, Mədinədə uzun müddətli, yəni güclü olan xalqların barışdırılması, eləcə müsəlman ənsar qardaşlığının təməlinin qoyulması. Bilirsiniz ki, Mədinədə də müxtəlif həm xalqlar yaşayırdılar, dinlərin nümayəndələri yaşayırdılar və bunların arasında bir əhdin bağlanması, müqavilənin bağlanması, eləcə də ordunun təşkil olunması, ordunun qurulması. Çünki hər zaman Mədinəli müşriklər hücum edə bilərdilər və edirdilər də. Uhud savaşı baş vermişdi. Uhud savaşında da 70'dən yuxarı səhabə şəhid olmuşdur. Quran hafizləri biləndən şəhid olmuşdur. Ardından Xəndək savaşı gəlirdi. Xəndək savaşı, Əhzab surəsi də məhz o ərəfələrdə nazil olan bir surələrdən biridir. Və bu surədə, Əhzab surəsində müsəlmanlar həm yeni dövlət qururdular, quruculuq işlərindən məşğul idilər. Bir yandan da xaricdən olan, yəni müşriklərin təsirləri var idi. Uhudda uduzluqlarına görə Xəndək savaşında Əhzab nədir? Əhzab bir qrup, partiya, belə deməkdir. Yəni artıq müşriklər özləri üçün müttəfiqlər də toplayaraq, bir qruplar toplayaraq, müttəfiqlər də toplayaraq müsəlmanların üstünə hücuma keçməyə başlayan bir ərəfələrdə idi. Və bu ərəfələrdə də müsəlmanlardan qorxanları var idi. Hətta belə düşünürlər ki, qorxunun da əzələ faydası olanları var idi. Bu, biraz qarışıqlıqların içərisində belə olan, müsəlmanlar içərisində belə olan insanlar da var idi. Və belə bir ərəfədə Allah bu ayəni göndərir ki, Rəsulullahda sizin üçün bir örnək vardır. Yəni, bütün bu qarışıqların içərisində, yəni müsəlmanlar, kafirlər, münafiqlər. Bax, müsəlmanların qabağında həm kafirlər var idi, həm də münafiqlər var içəridən olan. Və bunların içərisində Rəsulullahın bir duruşunu göstərdi Allah Teala. Bir məhdiyini göstərdi. Bir qorxmazlığını göstərdi. Bir öndərliyini göstərdi. Bir liderliyini göstərdi. Bir peyğəmbərlik, ucalıq peyğəmbərlik məqamı olan onu göstərir. Yəni, Rəsulullahda sizin üçün bir örnək vardır. Bizim üzərimizə düşən nədir sadəcə olaraq? Yəni, orada yəni müsəlmanlar, o dövr müsəlmanları bugünə qədər bizim üzərimizə düşən nədir? Rəsulullahda olan örnəyi götürmək, tətbiq eləmək. Rəsulullahın bizə nə verirsə, Allahın və eləcə Rəsulullahın bizə nə verirsə, nə yol göstərdirsə, onu götürmək, örgənmək, həyatımıza tətbiq eləmək. Baxın, burada Rəsulullahın həyatında sizin üçün bir gözəl örnək vardır. Savaş içində bir gözəl örnək vardır demir Allah Teala. Yəni, savaşda sizə bir gözəl örnək vardır demir. Yəni, bizim həyatımızın bütün sahələrində. Gözəl ailə başçı olmaq istəyirsən, Rəsulullahdan örnək götür. Gözəl idarəçi olmaq istəyirsən, Rəsulullahdan örnək götür. Gözəl hansı bir sahədə, iqtisadi sahədə, siyasi sahədə, hansı bir sahələrdə, nə hansı ki sahələrdə uğur qazanmaq istəyirsənsə, ticarətində olsun, mənim bir şeylər olsun, uğur qazanmaq istəyirsənsə, yəni bu dünya və axirəti qazanmaq istəyirsənsə, uğur dedikdə, həm bu dünyada, həm də axirəti qazanmaq istəyirsən, əsas önəmdə axirətdir. Rəsulullahın həyatına baxmaq və ondan örnək götürməkdir. Yəni, bir dövlət qurmaqda, qardaşlar, o Resulullah'ın fiili sünnetlərindən biri idi.
Çünki Məkkədən gəlmişdi, Mədinədə idi. Mədinədə müsəlmanlar inşallah çoxalırdı. Sorğu suallar, fiqhi məsələlər, ayələr. Bilirsiniz ki, Məkkədə nazil olan ayələr əsasən əqidəvi ayələr idi. Mədinədə nazil olan ayələr əsasən hökmə ayələr idi. Və yəni müsəlman cəmiyyəti çoxaldıqca bunda bir idarəçilik yöntəmi, idarəçilik yönləri istər-istəməz yaranırdı. Bu, qardaşlar, Rəsulullahın və səhabələrin bizə qoyduğu bir örnək yol idi. Və bizim üzərimizə düşən bu yoldan getməkdir. Mən bugünkü söhbətimi nəyə misal gətirdim? Biz hamımız yaxın tarixi yaşamışıq. Əlhəmdülillah ki, bizim qədimdən də dövlətimiz olubdur. Tarixində dövlətimiz olubdur. Amma müəyyən müddətlərdə biraz dövlətimizə təcavüz olan olubdur. Məsələn, biz yaxın tariximizə baxdıqda görürük ki, yaxın 300 ilə yaxındır ki, biz həm Çar Rusiyası dövrü, həm də Bolşevik Rusiyası dövrü işğal altında qalmışıq. Məscidlərimiz dağılıb, tökülüb gedib, Quranımız əlimizdə yox, dinimiz demək olar ki, əlimizdən almışdır. Milli, mədəni, mənəvi, dini dəyərlərimiz hamısı demək olar ki, əlimizdən alınmışdır. Və hər hansısa bir dövlətin göstəriş əsasında, icazəsi əsasında nəylərsə edə bilirdiksə də, amma dini baxımdan heç bir şeylər də bilmirdik. Dini baxımdan heç bir şey də bilmirik belə. Və əlhəmdülillah ki, 90-cı illərin əvvəlindən başlayaraq müstəqilliyə qədəm qoymağa başladıq, addımlağa başladıq. Və o dövrdə də olan rəhbərlər, yəni hansı ki, bugün də onun il dönümüdür, Allah rəhmət eləsin, günahlarını əfv eləsin, xeyr əməllərini də ziyadə eləsin. O dövrdən, yəni bir növ, mən tarixə baxanda, yəni siz də bu tarixi yaşamışsınız, görmüşsünüz. Yəni dövlətimiz, yeni dövlət qururduq, çətinliklər, müharibə şəraiti, bir addımlar atılmalıydır. Çünki işğal altından çıxmışdıq, öz əlimizdə bir şeylər yox idi, edə bilmirdik, imkan vermirdilər. Həm daxili, həm də xarici qüvvələrin təsiri var idi. Və bu dövrdə inşallah Azərbaycanda da yeni addımlar atılmaya başladı. İnkişafımızla bərabər məscidlərimiz tikilməyə başladı. Biz müstəqillik olanda Azərbaycanda 16 dənə məscid var idi. O da belə rəmzi olaraq bir məscidlər var idi. Bugünlərin 3000-dən yuxarı, 3000-dən yuxarı məscidlər var. Eləcə də Azərbaycanda bilirsiniz ki, müxtəlif həm xalqların, həm də dinlərin nümayəndələri yaşayırdı. Və onları qarışdırmaq, onların arasında fitnə, fəsad salmaq, nifaq salmaq istəyənlər var idi. Və o xalqlara münasibət yanaşmaq, yəni o xalqların birliyini, səmimiyyəti arada yaratmaq lazım idi. Onu yarada bildi. Ordumuz deyilən bir şey yox idi ümumiyyətlə. Və 1-ci Qarabağ müharibəsində də ordumuzun təşkil olunmadığına görə, pərakəndə olduğumuza görə, uduzmaq demirəm, müəyyən müddətə biraz təxirə salmışdı o şeyləri. Və əlhəmdülillah ki, bu müddət ərzində ordumuz quruldu, o quruculuq işləri başladı və əsası da son 2 bənd, həm xalqların birliyini, həm də ordumuzun olması nəticəsindədir ki, 4-5 il bundan öncə torpaqlarımızı azad elədik, işğal altında olan torpaqlarımızı azad elədik. Allah bir daha şəhidlərimizə rəhmət eləsin. Şəhidlərin biz bilir ki, hədislərdə şəfaətləri var. Başda öz ailələri olmaqla, toplumlarına yaxınlar. O şəfaətləri də bizlərə də nəsib eləsin. Qazilərimizə Allah Taala şəfalar nəsib eləsin. Bax, belə bir dövrdə, yəni, dövləti bir ayaqda saxlamaq, toparlamaq, mənə də elə gəlir ki, mən də tarixə baxanda görüm, yəqin ki, siz də mənlə razılaşarsınız belə. Yəni, məhz Rəsulullahın o örnəyinə, o səhabələrin getdiyi yollara bizim o qəlbində iman qalan insanlarımız o dualar və addım-addım o yolları gətirə-gətirə biz də bu günlərin gəlib belə bir, əlhəmdülillah ki, şükürlər olsun ki, yəni sabitlik bir şəraitində yaşayırıq, dövlətimiz var, məscidlərimiz var, ibadətlərimizi, dini ayinlərimizi Allahın izni ilə heç bir təsir olmadan yerinə yetirə bilirik, keçirə bilirik. Ən önəmli məsələlərdən də bir də qardaşlar, tarixə baxdıqda 600 ildən yuxarı dünyaya hökmranlıq edən Osmanlı tarixi var. Mən oradan misal gətirəcəm. Amma bu Osmanlı sultanlarının içərisində 4 ya 5 dənəsini özəl olaraq önə çıxardırlar. Niyə?
o sultanları özə çıxardırlar ki, dövlətin həm daxildən, həm də xaricdən daxildə bir çaxnaşmalar və xaricdən də təsirlər. Belə bir vəziyyətdə, belə bir şəraitdə dövləti həyatda saxlamaq, toparlamaq, xalqı belə bir yerə yığmaq məsələsidir belə. 4-5 dənə sultan adını çəkirlər ki, bax bu sultanların Osmanlı 600 il tarixində bunların əsas önəmlərindən biri budur ki, həm daxildə çaxnaşmaların, həm daxildə olan o müxtəlif xalqların qarşılıqları yaratmaq istədiklərini, həm də xaricdən olan təsirlər. Bax, biz də elə bir dövrdə idik, qardaşlar. Müxtəlif xalqlar var idi. Bu sonuncu 44 günlük müharibədə də hamımız şahid olursunuz ki, elə qonşu dövlətlərimizdən bizim içərimizdə olan bu xalqları bizdən ayırmaq istəyirdilər. Orada bir qarşılıq salmaq istəyirlər belə. Amma əlhəmdülillah ki, buna nail ola bilmədilər. Çünki o dövrdə, yenə qeyd edirəm, biz o üsvə-i həsənəyə bağlı olaraq, o ənsar mühacir qardaşlığına bağlı olaraq, əldə olan, yenə deyirəm, dövlətimizə sahib çıxaraq bu neymətləri saxlaya bildik, qardaşlar. Dövlət dedikdə, qardaşlar, bir çox siyasi mənaları var, adı var, terminləri var. Amma belə deyək, sadə dilləsək, dövlət iş bölgüsü deməkdir. Bir yerdə, bir toplumun yaşanacağı yerdə orada bir iş bölgüləri deməkdir. Bu, fərz-i kifayə halı da var və fərz-i ayn halı da var. Fərz-i kifayə halı bir nəfər şura olaraq verilir, seçilir, onun üzərinə düşür. Fərz-i ayn olaraq hər birimizin üzərinə düşən hallar var. Hər birimizin üzərinə düşən bir hal var ki, hərəmiz bir daşın bir qulpundan tutmalıyıq. Çünki burada yaşayırıqsa, burada olmuşuqsa, burada böyümüşüksə, burada bizim əzizətlarımız dəfn olubsa və bizim ahirətə gedən yolumuz buradandırsa və ahirəti qazanmağımız üçün burada əməllər edirik ki, ahirətimizi qazanaq, ona görə hər birimiz bu dövlətin bir daşından yapışmalıq, bir daşından köməklik göstərməli ki, ayaqda qalsın. Peyğəmbərimizin sallallahu əleyhi və səlləmin Mədinəyə olan, Məkkəyə olan sevgisindən idi ki, alimlərimiz deyirlər ki, vətəni qorumaq, vətəni təmsil etmək, vətəni sevmək imanın əlamətlərindəndir. Allah Teala bizlərə də bu imanın bu əlamətlərini bizlərə nəsib eləsin ki, biz də vətənimizi qoruyaq, vətənimizi müdafiə edək, vətənimizi təmsil edək, gözəl bir surətdə təmsil edək. Təmsil etməyin əlamətlərindən biri, qardaşlar, Rəsulullahın sallallahu əleyhi və səlləmin o örnək həyatını tətbiq edərək təmsil edib yaşamaqdır. Allah sizlərdən razı olsun. Son bir ayəni də oxuyaq. Bunu hər birimiz Quran oxuyarkən də oxuyuruq, təkrarlayırıq. Allah Teala Quran-ı Kərimdə buyurur ki, Euzubillahimineşşeytanirracim, Bismillahirrahmanirrahim. Və indehu məfatihul qeybi. Qeybin açarları Allahın əlindədir. La ya'lemuha illa huwa. Ondan başqa onu heç kim bilmir. Və ya'lemu ma fil birri vel bahri. Quruda, suda olan nə varsa da hamısını Allah Teala bilir. Və ma tasqutu min varaqatin illa ya'lemuha. Və onun izni olmadan da Allah Teala'dan bir ağacın yarpağı belə düşməz, qardaşlar. Yəni bütün şeylər, buna biz iman gətirmişik. Nə varsa Allah Teala'nın elmindədir. Allah Teala bunu bilir. Vəsilələrdir ki, biz də o vəsilələr uyğun olaraq hərəkət etməliyik. O vəsilələrdən də biri az öncə qeyd etdiyim kimi Allah yenə şükürlər edək. Daima şükürlər edək ki, belə bir gözəl bir dövlətdə, əmin-əmanlıq olan bir dövlətdə yaşayırıq. Allah sizlərdən razı olsun. Və aqul haza və estağfiruhu innehu tevvabur rahim.